Azərbaycanda artan sosial çətinliklərin səbəbi tək adamın hakimiyyətidir. Salam hörmətli tamaşaçılar. Bu başlıqla həbsdə saxlanılan AXCP lideri Əli Kərimli ailəsi vasitəsilə ictimaiyyətə göndərdiyi növbəti açıqlamada bildirib. Həmin açıqlamanı tam şəkildə sizin diqqətinizə çatdırırıq. Əli Kərimli deyib: "Yenə də Azərbaycan iqtisadiyyatı ilə bağlı məyusedici məlumatlar aldım. Dünya Bankının hesabatına görə qarşıdakı 2 il ərzində Azərbaycanda iqtisadi inkişafın sürəti nəinki Cənubi Qafqazdakı qonşularımızdan, hətta Orta Asiyadakı dövlətlərdən də az olacaqmış. Çox təəssüf ki, bu artıq son illərin davamlı tendensiyasına çevrilir. Həftələr öncə yayılmış məlumatdan bilirik ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübündə 0,3% geriləyib. Qonşu Gürcüstan və Ermənistanda isə uyğun olaraq 8,4 və 7,4 artım müşahidə edilib. Ümumiyyətlə, 2-ci Qarabağ savaşından sonra Azərbaycanda sosial-iqtisadi vəziyyət ardıcıl olaraq ildən ilə pisləşir. Təbii sərvətlərlə zəngin, zəhmətkeş və qalib Azərbaycan xalqı bu qədər ağır sosial məşəqqətlərlə yaşamağa haqq etmir. Azərbaycan xalqının gedərək artan sosial çətinlikləri birbaşa hakimiyyətin səhv idarə etməsi ilə bağlıdır. Rejim ölkədə mətbuatı susturub, məhv edib, danışan ictimai siyasi fəalların əksəriyyətini həbs edib ki, həqiqət xalqdan gizlədilsin. Sosial şəbəkə fəalları əlində olan imkanlardan istifadə edərək xalqımıza izah etməlidirlər ki, yaşayacağımız sosial çətinliklərin səbəbi Azərbaycandakı tək adam hakimiyyətidir. Ölkəmizdə rəqabət mühitinin olmaması, məhkəmə hakimiyyətinin, parlamentarizmin, azad seçki institutunun məhv edilməsi həyata keçirilən sərt repressiyalardır. Məhz bu səbəblərə görə ölkəmizə xarici investisiyalar gəlmir, yerli investisiyalar ölkəni tərk edir və burada fəaliyyət göstərən sahibkarlar da monopoliya və korrupsiya sistemi ilə boğulur. Bütün bu səbəblərdən indi Azərbaycan nəinki Cənubi Qafqazdan, hətta Orta Asiyadan daha az inkişafla sürət edən ölkəyə çevrilir. Bu elə bir qlobal məsələdir ki, yaşından, cinsindən, varlı və kasıb olmasından asılı olmayaraq Azərbaycanlıların hamısını narahat etməlidir. Çünki söhbət təkcə bu günümüzdən yox, həm də sabahımızdan gedir. Ona görə xalqımız bilməlidir ki, hüquq, azadlıq və ədalət təkcə bizim mənəvi tələbimiz deyil, həm də inkişaf və firavanlığımızın tələbidir deyə Əli Kərimli zindandan göndərdiyi növbəti açıqlamada bildirilib. Siz də xahiş edirəm bu məlumatı, bu informasiyanı bacardıqca öz çevrənizdə paylaşın və müzakirəyə çevirin. Sağlıqla qalın.